Salam, xoş gördük sizləri dəyərli izləyicilərim. Kanalıma xoş gəldiniz. Mən bugün tək bir pendirdən, yəni ağ pendirdən, sarı pendir olmadan belə qat-qat xəmirdən gözəl xaçapurilər hazırlayacağam. Qeyd edeyim ki, qat-qat xəmiri özüm hazırlamışam. Yəni əvvəlki videolarımda da paylaşmışam. İndi isə başlayaq. Əvvəlcə pendirimizi əzirik. Pendirimizi bu cür əzdik. Əzləm deyim ki, bu ağ pendiri də özüm hazırlamışam. Bir gün onu da sizinlə paylaşacağım. Soba listimizə az miqdarda duru yağ tökürəm və yağlayıram. Adasa bir 15 dəqiqə olar ki, xəmirimizi soyuducudan çıxartmışam. Bu cür xəmirimizi götürürük. Orada şəklində bölürük. Və yavaşcadan cürə yaymağa çalışırıq. Bu cür yaydıqdan sonra pendirdən götürürük və xəmirin mərkəzinə yerləşdirib və formasında bükürük. Bu cür xırda-xırda, kiçik ölçüdə xaçapurilər alınır. Soba listimə düzürük. Nəvələrim bu cür mini xaçapuriləri çox sevir. Onlar bizə qonaq gəlir. Onlar üçün hazırlayıram. Xaçapurilərin hamısını hazırladım. Bir ədəd yumurtamız var. Yumurtanın sarısını ağından ayırıram. Üzərinə az miqdarda duru yağ töküb yaxşıca qarışdırdıqdan sonra xaçapurilərin üzərinə sürtərək 200 dərəcəli sobada alt-üst rejimdə bişməyə qoyuruq. Artıq mini xaçapurilərimiz hazırdır. Əgər uşaqlarınızı sevindirmək istəyirsinizsə, bu cür xırda xaçapurilər hazırlayın. İnanın ki, çox dadlıdır. İndi isə onu çayla servis edək. Dəyərli izləyicilərim, xaçapuriləri bu cür isti çayla servis etdim. Kanalıma abunə olun. Bəyənib rəy söyləməyi unutmayın. Göz haqqınızı halal eləyin. Siz də bişirin, nuş eləyin. Gəlin videolarda görüşənədək. Hələlik.